Avropanın İsyandabliv hava tədqiqatları mərkəzinin model proqramlarını yeniləmiş məlumatların dəlilərinə əsasən aprel ayının xüsusilə də 5 gün ərzində Bakıda ara bir leysanın yağması ehtimalı olsa da bu sistemin xüsusilə də aprel ayının 5-dən 6-sına keçən gecə və aprelin 6-sı gün ərzində daha da kəsinləşməsi gözlənir. Çünki aprel ayının 5-dən 6-sına keçən gecə və aprelin 6-sı gün ərzində xüsusilə də Xəzər Özəsi ölkələrində intensiv xarakterli ekstratropik və subtropik tipli siklonun aktiv olması nəticəsində yağıntıların aprel ayının 6-sında Bakı-Abşeron arasında intensiv və güclü olması ehtimalı var. Aprelin 6-sı axşama qədər olan müddət ərzində Bakıda leysan xarakterli yağışların tez təşkillanması nəticəsində bir sıra ərazilərin su basmanın yenidən təşkillanması gözlənir. Bu proses xüsusilə də Azərbaycanın Böyük Qafqaz rayonlarının şimal-şərq yamacları olan Quba, Qusar, Kasmaz, Şabran, Xızı, Siyəzən, Dağlıq Şirvan ərazisində, eyni zamanda Bakı, Abşeron, Sumqayıt və Bakının ətraf qəsəbələrində intensiv yağışların tez-tez təşkillanmasına səbəb olacaq. Aprel ayının ümumilikdə 7-si və 8-sində havanın temperaturu mərkəzi aralığında və Bakıda artacaq. Azərbaycanın bir sıra rayon mərkəzlərində və şəhər mərkəzlərində havanın temperaturu artsa da, xüsusilə də aprel ayının 7 və 8-sində Azərbaycanın dağlıq ərazilərində qısa müddətli yağış yağması, şimşək çaxması, lokal dolu yağması ehtimalı var. Çünki konvektiv aktivlik artacaq. Aprel ayının 8-ci axşama doğru və 9-unda isə hava şəraitinin yerdən Azərbaycan arasında kəskin dəyişilməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təlləri kanalda yayımlanacaq. Avropanın İsyandabliv hava tədqiqatları mərkəzinin troposferin orta qatları üçün siklon və antisiklonların ümumi gedişi haqqında təllərə əsasən aprel ayı ərzində Qafqazın cənubu Azərbaycan ərazisində uzunmüddətli bir isti hava dalğasının baş verməsi ehtimalı olduqca zəif bir ehtimaldır. Çünki xüsusilə də Rusiyanın qərb hissəsində tez-tez ekstratropik tipli siklon sistemlərinin aktivləşməsi nəticəsində Rusiyanın qərb rayonlarında və Qaradəniz ərazisində, Xəzər Özəsi ölkələrində aprel ayı ərzində hava şəraitinin tez-tez təkrarlanan bir şəkildə kəskin dəyişilməsi üçün ümumi sinoptik şəraitin yaranması gözlənir. Aprel ayının xüsusilə də 9 və 10-dan sonra bu prosesin daha aydın şəkildə müşahidə edilməsi gözlənir. Çünki Rusiyanın qərbindəki artıq böyük bir ekstratropik tipli siklon sisteminin artıq Qaradəniz ərazisində daxil olması və bir qədər güclənməsi nəticəsində Türkiyə ərazisində, Qaradəniz rayonlarında, eyni zamanda Aralıq dənizinin şərq rayonlarında, Qafqazın şimalında, Qafqazın cənubunda, Azərbaycan ərazisində hava şəraitinin aprel ayı ərzində tez-tez dəyişilməsi gözlənir. Aprel ayının 9-u 10-dan başlayaraq hava şəraitinin yenidən dəyişilməsi ehtimalı var. Yəni bu tip sinoptik prosesin ümumi analizlərini, təhlillərinə əsasən aprel ayı ərzində əvvəlki dövrlərdə isti hava dalğaları Azərbaycan arasında müşahidə edilib, lakin 2026-cı ilin aprel ayı ərzində Azərbaycan arasında uzunmüddətli bir isti hava dalğasının müşahidə olunması ehtimalı və kifayət qədər zəif bir ehtimal olaraq qalır. Hətta mən deyərdim ki, 2026-cı ilin may və iyun ayının 1-ci 10 günlük ərzində də Qafqazın cənubu Azərbaycan arasında böyük bir yəni ekstremal bir isti hava dalğasının baş verməsi ehtimalı zəifdir. Çünki Rusiyanın qərb rayonlarında, Rusiyanın qərb hissəsində, Xəzərin şimal hissəsindəki ərazilərdə 2026-cı ilin aprel, may və iyun ayının 1-ci 10 günlük ərzində tez-tez ekstratropik tipli siklon sistemlərinin aktiv olması nəticəsində hava şəraitinin tez-tez dəyişilməsi gözlənir. Bu proseslərin bir çox riskləri var. Çünki isti hava dalğaları ilə soyuq hava dalğalarının məhz Qafqazın cənubu Azərbaycan arasında bir-birinin toqquşması fonunda leysan xarakterli yağışların yağması, dolu prosesləri, ildırım, güclü külək, yəni fırtınalı proseslərin tez-tez təşkillanması gözlənir. Yəni Azərbaycan ərazisi həm soyuq hava kütlələrinin təsiri altında olacaq, həm də isti hava kütlələrinin təsiri altında olacaq. Nəticədə aprel ayı ərzində ümumilikdə 2026-cı ilin yaz ya kürsulluq dövrü, yəni 2026-cı ilin aprel, may və iyun ayının 10-u 15-nə qədər olan müddət ərzində Qafqazın cənubu Azərbaycan ərazisi tez-tez ekstratropik tipli siklon sistemlərinin təsiri altında olacaq. Yəni həm Aralıq dənizinin şərqindən, həm Qara dənizinin şərqindən, həm də Rusiyanın qərbindən tez-tez subtropik, ekstratropik tipli siklon sistemlərinin Qafqazın cənubuna müdaxiləsi fonunda bu sistemlərin təsirindən Azərbaycan ərazisi tez-tez həm isti hava dalğalarının, həm də soyuq hava dalğalarının təsiri altında olacaq. Keçid prosesləri nəticəsində, yəni bu siklonların tez-tez keçid ilə əlaqədar olaraq Azərbaycan ərazisində leysanlarda, dolu proseslərində bir xeyli artım ehtimalı var. Bu proseslərin təsirləri nəticəsində Qafqazın cənubunda şirin su ehtiyatının artması mənasında bu proses müsbət amil olsa da, lakin
Tez-tez sel daşqın proseslərinin təşkillanması nəticəsində artıq bir sıra problemlərin yaranması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Avropanın Nesyam-Dablev hava tərəqqatları mərkəzinin troposferin həm orta, yuxarı, eyni zamanda troposferin aşağı qatları üçün bulud sıxlığı haqqında ümumi analiz təhlillərinə əsasən aprel ayının xüsusilə də 5-i və 6-sında Azərbaycan ərazisində, Qafqazın cənubunda, eyni zamanda Qafqazın şimalında intensiv xarakterli ekstratropik siklon sisteminin təsirindən Xəzər ölkələrində hava şəraitinin kəskin dəyişilməsi gözlənir. Bu proses Bakı, Abşeron, Sumqayıt, Başın ətraf qəsəbələrində intensiv və güclü leysan xarakterli yağışlar səbəb ola bilər. Bu prosesin bir qədər sabitləşməsi aprel ayının 7-si və 8-sində gözlənilsə də Bakıda aprel ayının 7-si və 8-sində tez-tez dumanlı hava şəraitinin təkrarlanması ehtimalı var. Lakin aprel ayının xüsusilə də 8 axşama doğru 9 balından başlayaraq növbəti atmosfer cəbhəsinin Qafqazın şimalından Qafqazın cənubu Azərbaycan arasında daxil olması fonunda havada buludluğun yenidən artması ümumilikdə aprel ayı ərzində tez-tez Qafqazın həm şimalında, həm də Qafqazın cənubu Azərbaycan arasında yağıntıların tez-tez təkrarlanması gözlənilir. Bu proses nəticəsində ümumi olaraq 2026-cı ilin yaz yağcursulluq dövrünün əvvəlki 2025-ci ilin yaz yağcursulluq dövrü ilə müqayisədə bir xeyli yağıntılarda artım gözlənilir. 2026-cı ilin yaz yağcursulluq dövründə ümumilikdə Gürcistan arasında, Türkiyə arasında və Azərbaycan arasında yağıntıların bir xeyli artması gözlənilir. Yəni soxulluq iqlim göstəriciləri ilə müqayisədə yağıntılarda bir xeyli artım gözlənilir. Bu proseslərin təsirindən ümumi olaraq Kür çayının yuxarı axınında, Kür çayının aşağı axınında, Araz çayında sululuqda artım ehtimalı var. Yəni 2025-ci il ilə müqayisədə əsas qonşu çaylarda da sululuğun bir xeyli artması, ümumilikdə ölkədaxili çaylarda sululuqda artım gözlənilir. Bu şirin suyunun bolluğu mənasında müsbət əmil olsa da, sel, daşqın, su basma hadisələrindəki artımın müəyyən zərərləri səbəb olması ehtimalı var. Troposferdə gedən yəni yaz ayları üçün xarakteri olmayan bir qədər soyuq hava şəraitlərinin tez təşkillanması fonunda xüsusilə də Rusiyanın qərb rayonlarında 2026-cı ilin aprel ayı ərzində tez-tez ekstratropik siklon sisteminin aktivləşməsi gözlənir. Bu da 2026-cı ilin aprel ayı ərzində Qafqazın cənubunda da tez-tez isti və soyuq tipli hava axınlarının bir-birlərini əvəz etməsi gözlənir. Nəticədə topa yağış buludlarının aktiv inkişafı üçün ümumi bir sunatlıq şəraitinin yaranması ehtimalı var. Nəticədə qeyri-sabit hava şəraiti olan günlərin sayında 2026-cı ilin aprel ayı ərzində bir xeyli artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Avropanın Nesyam-Dablev hava tərəqqatları mərkəzinin ümumilikdə yaxın bir həftə ərzində troposferin orta qatlarındakı siklon və antisiklonların ümumi analizlərin təhlillərinə əsasən xüsusilə də Rusiyanın qərbindən Qara dəniz arasına doğru uzanan geniş əraziləri əhatə etməsi gözlənən ekstratropik tipli siklon sisteminin aprel ayının 6-sından 13-nə qədər olan müddət ərzində tez-tez aktivləşməsi gözlənilir. Nəticədə Qara dəniz ərazisində, yəni Qara dəniz rayonlarında, Türkiyədə, ümumilikdə Xəzər ölkələrində, Qafqazın şimalında, Qafqazın cənubu Azərbaycan ərazisində və Qazaxıstan, Türkmənistan ərazisində də hava şəraitinin tez-tez kəskin dəyişilməsi gözlənir. Bu proses nəticəsində xüsusilə də bu ekstratropik tipli siklon sisteminin sağ qolunun Qafqazın cənubu Azərbaycan arasında keçməsi fonunda həm Qara dənizdən daşınan rütubətli hava, həm Aralıq dənizi şərq rayonlarından daşınan rütubətli hava, həm də Xəzər dənizi ərazisindən troposferin orta və yuxarı qatlarına doğru daşınan rütubətli hava kütlələrinin təsirindən Qafqazın cənubu Azərbaycan arasında hava şəraitinin hər 2 gündən bir tez-tez kəskin dəyişilməsi üçün ümumi bir sunoqluq şəraitinin yaranması gözlənir. Yağıntılarda bir xeyli artım ehtimalı var. Eyni zamanda isti və soyuq hava kütlələrinin tez bir-birlərini əvəz etməsi nəticəsində müəyyən mütəxəssis insanlarda da bəzi narahatlıqların artması ehtimalı var. Ümumilikdə Azərbaycan ərazisində yağıntıların aprel ayının 6-sından 13-nə qədər olan müddət ərzində bir xeyli artması ehtimalı var. Yəni hava şəraiti tez-tez dəyişiləcək. Aprel ayı ərzində də Azərbaycan arasında uzunmüddətli bir isti hava dalğasının baş verməsi ehtimalı zəif bir ehtimaldır. Daha çox tez-tez dəyişən hava şəraiti gözlənir aprel ayı ərzində. Yəni həm isti hava dalğalarının bir qədər zəif qolları Qafqazın cənubu Azərbaycan arasında keçəcək, həm də soyuq hava kütlələrinin Qafqazın cənubuna keçməsi fonunda isti və soyuq hava kütlələrinin Qafqazın cənubu Azərbaycan arasında tez-tez bir-birlərini əvəz etməsi gözlənir. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayımlanacaq.